Diqqətinizə çatdırım ki, son günlərdə bizim bir neçə yığıncaqlarımız olmuşdu. Xahiş edirəm, qeyd ediyorum ki, bu ay, mart ayı biz için biraz çətin ay idi, işlərimiz çox idi. Diqqətinizə çatdırım ki, mütəmadi məktublar, ərizə məktubları bizə daxil olur. Özüm araşdırıram. Hüquq pozuntuları varsa, aidiyyəti orqanlara mən müraciət edirəm. Mart ayının 17-sində bildirmək istəyirəm ki, mən işgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri və komitə üzvlərimiz biz 40 mərasimində Çingiz Qurbanovun 40 mərasimində iştirak etmişdik Qusar rayonunda. Allah Çingizə rəhmət eləsin. Biz onun valideynləri ilə görüşdük. Yəni, lazımlı danışıqlar apardıq. Gələcəkdə də bizim təşkilat həmin ailəyə dəstəkdir. Çünki Çingiz doğrudan da böyük bir qəhrəmanlıq eləyib. Bu, əbəd olaraq Azərbaycan xalqının yaddaşına yazılıb. Ondan əlavə qeyd etmək istəyirəm ki, mart ayında bizim böyük bir yığıncağımız olmuşdu. Yəni, iş prinsiplərini mən orada öz təşkilatımın üzvlərinə başa salmışdım. Bu yaxınlarda da bir yığıncağımız olmuşdu, bir neçə gün öncə. Yəni, departamentlər biz yaratmışıq bizim təşkilatımızda. Kadrlar departamenti, təhlükəsizlik departamenti, hüquq departamenti, ictimai əlaqələr departamenti, mətbuat departamenti və s. Gələcəkdə də iş prinsiplərimiz, böyük iş prinsiplərimiz var. Bizim səfərimiz olacaq, komitənin səfəri olacaq Cəfə bölgəsinə, Cocuq Mərcanlıya, Lələtəpəyə biz Müdafiə Nazirliyindən icazə almışıq. Bir neçə gündən sonra yəqin ki, mən və mənim rəhbərlik etdiyim təşkilatın üzvləri biz həm əskərlərimizə baş çəkəcəyik, həm orada görülən işlər haqqında biz ictimaiyyətə məlumat vermək istəyirik ki, bildiyinizə görə ki, yəni, Cocuq Mərcanlı vaxtıkən erməni faşistlərinin zəbt altında idi. Keçən il aprel hadisələrindən sonra biz qaytarmışıq bir neçə yüksəklikləri. Mənə elə gəlir ki, bu yaxınlarda da Allahın köməkliyi ilə rayonlarımızı biz düşmənin əsarəti altından alacaq və öz bayrağımızı həmin rayonlarda biz sancacaq. Bizim komitəyə şikayət məktubları da olur, müraciət məktubları da olur. Özüm araşdırıram bir-bir məktubları. Haradasa bir 70'ə yaxın məktubumuz var, ərizələr var. Cürbəcür qurumlardan. İndi mən demək istəmirəm hansısa qurumdan çoxdur, hansısa qurumdan azdır. Bilirsiniz ki, cəmiyyət varsa, deməli, cəmiyyətdə haradasa etiraz edənlər də olur. Çalışırıq ki, bütöv şəhidləri araşdıraq, yoluna qoyaq və aidiyyəti orqanlardan xahiş edək ki, Azərbaycan Respublikasında hüquq pozuntuları olmamalıdır. Çünki biz sivil dövlətdə yaşayırıq, demokratik dövlətdə yaşayırıq.
Ona görə də hər bir vətəndaş, hər bir rəhbər, yəni öz tutduğu vəzifədə, öz gördüyü işdə dövlətə hardasa köməklik etməlidir. Bununla biz çalışırıq ki, inşallah yəqin ki, tez bir müddətdə böyük nailiyyətlər olacaq. Vaxt göstərəcək. Elşad müəllim, sonra sizin bu komitənin vaxtı ilə vəsiqələri ilə bağlı, yəni bəzi komitənin üzvlərinə müddətsiz vəsiqələrin verilməsi, sonra heç komitənin üzvü olmayan şəxslərə verilmiş vəsiqələrlə bağlı bu yaxınlarda mətbuatda bir yazı getmişdi. O ilə bağlı bizə istəyərdik ki, nəsə bir məlumat verəsiniz. Məlumatınıza çatdırım ki, bəli, vəsiqələrimiz, xidməti vəsiqələrimiz müddətlidir. Yanvar ayının 5-dən mən tərəfi 2017-ci il yanvar ayının 5-dən verilmiş vəsiqələr mən tərəfindən, yəni qeyd etmək istəyirəm, Elşad Həmidov tərəfindən verilmiş vəsiqələr etibarlıdır. Başqa vəsiqələr etibarsızdır, qanuna uyğundur. Ona görə də mənə çox müraciətlər olmuşdu dövlət qurumlarından, dövlət orqanlarından ki, keçmiş vəsiqələrlə kimlərsə istifadə edir, müddətsiz vəsiqələr olub vaxtı ikən. Mən bunlara son qoymaq üçün vəsiqələrin hamısını eləmişəm müddətli. Yəni, işlədiyi vaxt müddətində vəsiqə etibarlıdır. Elşad müəllim, tədbirlərinizdən biri də bu yaxınlarda qeyd olunur ki, qurultaya hazırlaşırsınız. Bu haqda istəyərdik ki, rayonlarda, regionlarda keçirilən yığıncaqlarımızda buna hazırlıq nə yerdədir? Hal-hazırda biz hazırlaşırıq. Bölgələrlə mən mütəmadi əlaqə saxlayıram. İnşallah bu yaxınlarda yenə də bizim böyük bir yığıncağımız olacaq. Bu haqda mən sizə məlumat verəcəm.